Salam əziz 8-cilər. Yəqin ki, məktəbdə artıq ikinci summativi yazmısınız. Mən də sizə bu test nümunəsinin üzərində sualları izah edəcəm. İki variantdan ibarətdir. Sizə təqdim etdiyim test. Hər variantda da 15 sual var. Keçək sualların izahına. Birinci sual. Böyük Moğol dövlətində Sufi şeyxlərinin, müsəlman ruhanilərin irsən keçən, vergidən azad olunan torpaqları necə adlanırdı? Cavab soyurqal. Hətta biz soyurqalı 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətini keçərkən də demişdik. Burada isə soyurqal bu mənaya gəlir. Testdə olduğu kimi. İkinci sual. 17-ci əsrin ikinci yarısında Osmanlıda durğunluğun qarşısını almaq üçün islahatlar keçirdi. Təbii ki, vəzir heç hökmdar da deyildi, Köprülü Mehmet Paşa. Məlumatlar hansı şəxsiyyətə aiddir? Əhməd Paşanın başçılıq etdiyi ordu, söhbət Osmanlı ordusundan gedir. Misiri tutmaq istəyən hökmdarın qarşısını aldı. Həmin hökmdar Əhməd Paşa haqqında bu sözləri demişdi. Tale məni bir qocanın əlində oyuncağa çevirdi. Bu sözləri Napolyon deyib, Fransız Napolyon Misiri tuta bilməyəndən sonra. Dördüncü sual. Səma oğlu adlandırılırdı. Qeyri-məhdud hakimiyyətə malik idi. Titulları Boğduxan idi. Çində imperatorlara aiddir. Beşinci sual. Dünyəvi elmlərə maraq artdı. İlk mətbəə açıldı. Çiçək xəstəliyinə qarşı peyvənd tapıldı. Qara və Mərmərə dənizlərinin xəritəsi çəkildi. Lakin xəzinə ordu quruculuğuna yox, əyləncələrə və ziyafətlərə xərclənirdi. Bu, 3-cü Əhmədin dövründə İbrahim Paşanın həyata keçirdiyi islahatlar idi. Yəni, Lalə dövrü islahatları. A variantı. 6-cı sual. Böyük Moğol dövlətinin 17-ci əsr tarixinə aid deyil. Bilirsiniz ki, Moğol dövləti 17-ci əsrdə zəifləmişdi. Feodallara müharibələri, siyasi dağınıqlıq, mərkəzi hakimiyyətin zəifləməsi. Amma C variantında 1739 Nadirin Hindistanı tutması 18-ci əsrə aiddir. 7-ci sual. Burada dövlətlər verilib. Sizcə bu hansı dövlətin parçalanmağını göstərir? Təbii ki, Moğol dövlətinin. Baxın, içindən ayrılmışdı Heydərabad, Aud Knyazlığı, Maratx dövləti və s. 8-ci sual. Məlumatlar hansı döyüşə aiddir? Moğol uğrunda Əfqan Maratx döyüşü, Moğol dövlətinin süqutunun başlanğıcının qoyulduğu döyüş və 1761-ci ildə baş verən döyüş. Söhbət Panipat döyüşündən gedir. A variantı. 9-cu sual. Məntiqi uyğunluğu tapın. Hindistanın işğalını həyata keçirdirdi Ost-Hind şirkəti. 1761-də Əfqanları məğlub etmişdi Maratxlar. Cavab D variantı. 10-cu sual. Xronologiya. İlləri uyğunlaşdırmalıyıq. Mancurların Çində hakimiyyətə gəlməsi 1644. Yassı müqaviləsi 1791. Prut yürüşü 1711. Krımın Rusiyaya birləşdirilməsi isə 1783. 11-ci sual. Prut səfərinə aid deyil. 1711-ci ildə baş verib, bəli. Osmanlının beynəlxalq aləmdə nüfuzu artıb, bəli. 3-cü Əhmədin dövründə olub, bəli. Amma burada Ruslar Osmanlını məğlubiyyətə uğratmamışdı. Əksinə, Osmanlılar Rusları məğlubiyyətə uğradı. 12-ci sual. Köprülü Fazil Paşanın dövründə fəth olunan ərazinin adını və yerini xəritədə müəyyən edin. Uşaqlar, əksər uşaqlar Krım, Krit və Kipr adasını qarışdırırlar. Krım yarımadadır. Kritlə Kipr isə adadır. Köprülü Fazil Paşanın dövründə də fəth olunmuşdu Krit adası. Yəni, bu ərazini işarələyib adını yazmalıydınız. 13-cü sual. Məlumatlar hansı tarixi hadisəyə aiddir? 1774-cü ildə
Osmanlı Kiçik Vaynarca müqaviləsi ilə Krımın müstəqilliyini tanıdı. Fürsətdən istifadə edən Rusiya isə 1783-cü ildə Krımı özünə birləşdirdi. Və buna etiraz olaraq Osmanlı 1787-də Rusiya ilə müharibəyə başladı. Və bu müqavilə Yassı müqaviləsi ilə başa çatdı. Müharibədə isə Rusiyanın müttəfiqi Avstriya idi. 14-cü sual. 18-ci əsrə aid olmayanları tapın. Krımın Rusiyaya birləşdirilməsi 1783. Yassı müqaviləsi 1791. Prut sülhü 1711. Osmanlıya qarşı müqəddəs birlik 1684. Krit adanın fəthi isə Fazil Paşanın dövründə 17-ci əsr. Cavab 4-5. 15-ci sual uyğunlaşdırmadır. Elə asanlığından başlayaq. Özünü təcrid siyasəti Çinə aiddir 1757. Yunan layihəsinə əsasən İstanbul işğal olunmalı, adı dəyişdirilib Konstantinopol qoyulmalı idi yenidən. Hətta Yekaterina bu plana o qədər inanırdı ki, nəvəsinin adını da Konstantin qoymuşdu. Demək, bu siyasətin əsas mahiyyəti Osmanlını parçalamaq idi. Azov, Qaradəniz sahillərini işğal edib, Bosfor və Dardanel boğazlarında nəzarəti ələ keçirmək idi. Əlavə sual. Hansı müqaviləyə əsasən Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd oldu? Belə yadda saxlayın, Dnestr və Yassı. Hər ikisində S hərfi var. Hətta Kiçik Qaynarca müqaviləsi ilə Rusiya Qaradənizə çıxış əldə etdi. Yassı müqaviləsi ilə isə Qaradənizdə qəti möhkəmləndi. Keçək B variantındakı sualların izahına. Böyük Moğol dövlətində şərti torpaq olsa da, yəni iqta kimi şərti idi. İqtadan fərqli olaraq daha böyük əraziləri əhatə edirdi. Sizcə, hansı torpaqlar belə adlanırdı? Cagir. Nadir Şah imperiyasının dağılmasından sonra Hindistanın şimal-qərbində Əfqanlar dövləti yaratdı. Elə Nadir Hindistanı Əfqanları belə deyək də təqib edirdi. Moğol dövləti hətta onları təhvil vermədiyinə görə bir səbəb də bu olmuşdu Nadirin Hindistanı ələ keçirməsində. 3-cü sual. Düzgün olmayan variantı seçin. Özünü təcrid siyasəti Çinin inkişafını sürətləndirirdi. Xeyr. Bu çox səhvdir. Çünki 1757-ci ildə Avropalılar yalnız kantonda ticarət apara bilərdilər. Yəni bu ticarətin zəifləməsinə səbəb olmuşdu əksinə. Bu düzdür. Mancurların hərbi dayağı 8 bayraqlı qoşun idi. Bu da düzdür. Çində imperatorlar Bogduxan adlanırdı. Bu da düzdür. Cavab A variantı. 4-cü sual. Osmanlıya qarşı Xaçılı İttifaqı neçənci ildə quruldu? 1684-cü ildə. B variantı. 5-ci sual çox maraqlıdır. 1774-1791-ci illərdə Osmanlının müqavilə imzaladığı dövlət. Təbii ki, Rusiya. Ümumiyyətlə, 1 İspaniya, 3 Fransa, 4 Almaniya, 2 isə Böyük Britaniyadır. 5 isə Rusiya. 6-cı sualın izahına keçək. 1739-cu ildə Moğol ordusunu məğlub edib Dehlini tutdu. Təbii ki, Nadir Şah. 7-ci sual məntiqi ardıcıllıqdır. Yəni hadisələrin ardıcıllığı. Bilirsiniz ki, Osmanlı Sultanı 3-cü Səlim Yassı müqaviləsindən sonra islahatlara başlamışdı. Əsasda orduya yönəlmişdi. Hətta o, verdiyi fərmanla vəzifəsini layiqincə yerinə yetirməyən hərbiçilərdən timar və ziyaməti geri aldı. Yeniçərilərə 3 aydan bir verilən əlavə maaşları ləğv elədi. Avropa nümunəsində silahlanmış yeni hərbi hissələr yaratdı. Və sonrakı ardıcıllıq. Bilirsiniz ki, 3-cü Səlim qətiyyətsizlik göstərib islahatları dayandırdı. Amma burada yazılıb ki, Yeniçəri qoşunu ləğv edildi. Xeyr,
əksinə Yeniçərilərdən qorxdu. Çünki Yeniçərilər üsyan elədi. Hətta onu hakimiyyətdən qovdular. İslahatlar uğurla yekunlaşdı. Xeyr. Nizamlı ordu yaradılması başa çatdı. Xeyr. Cavab C variantı. 8-ci sual. Osmanlı sultanı 3-cü Əhmədin dövründə İbrahim Paşanın başçılığı ilə həyata keçirilən islahatlar Lalə dövrü adlanır. Bu dövrdə həyata keçirilən islahatlara bir neçə nümunə deyək. Məsələn, Mərmərə dənizinin xəritəsi çəkildi, çiçək xəstəliyinə qarşı peyvənd kəşf olundu, mətbəə yaradıldı və s. 9-cu sual. Özünü təcrid siyasəti aiddir Çinə. 1644-1911-ci ildə Çini idarə etmiş sülalə təbii ki, Mancur sülaləsi. 10-cu sual. 10-cu sualda bir balaca səhv var. Burada 1774 olmalıdır. Panipat döyüşü 1761, Kiçik Qaynarca 1774, özünü təcrid siyasəti 1757, Nadirin Dehlini tutması 1739. 11-ci sual. Lalə dövründə dağıdılan tikililəri bərpa etdi. Baxaq görək kim idi? Lalə dövrünün sultanı 3-cü Əhməd idi. Hansı ki, xalq üsyanı ilə devrilmişdi. 3-cü Əhməddən sonra hakimiyyətə gəldi 1-ci Mahmud, tikililəri bərpa etdi. Onun dövründə həm də Osmanlıda ilk dəfə qumbara atanlardan ibarət ayrıca qoşun növü yaradıldı. 12-ci sual. Düzgün olmayan variantı seçin. Moğol dövlətində imperator, bəli, hakimiyyəti qeyri-məhdud idi. Cagir böyük əraziləri əhatə eləyirdi. Cagirlərin çoxu müsəlman idi. Amma Hind knyazlarının şəxsi torpaqları soyurqal adlanmırdı. Soyurqal bildiyinizdə kimlərə verirdilər? Dindar adamlara, sufi şeyxlərinə. 13-cü sual. Uyğunlaşdırma. Krit adası fəth olunmuşdu Fazil Əhməd Paşanın dövründə. Onun sədr-əzəmlik dönəmini Lalə dövrü adlandırırlar İbrahim Paşa. 3-cü Əhməd 1730 xalq üsyanı nəticəsində devrilmişdi. 14-cü sual. 3-cü Əhməd və 3-cü Səlimi müqayisə eləyək. 1730-da xalq üsyanı nəticəsində hakimiyyətdən devrildi 3-cü Əhməd. Onun dövründə 1711-də Prut yürüşü olub yenə 3-cü Əhməd. İslahatlar zamanı əsas diqqəti ordu quruculuğuna yönəltmişdi 3-cü Səlim. Rusiya ilə müharibə aparmışdı, bu onların oxşar cəhəti idi. 18-ci əsrin sonlarında islahatlara başladı 3-cü Səlim. 15-ci sual. Boşluqları doldurun. Ost-Hind şirkəti Hindistanda silahlı dəstələr saxlamaq hüququ aldı. Silahlı dəstələrin adı isə Sipahi idi. Mancur sülaləsinin əsas hərbi dayağı 8 bayraqlı qoşun idi. 1-ci Əhmədin dövründə taxta çıxan hökmdarlar qardaşlarını öldürmürdülər. Yeni tətbiq olunan üsula görə, yəni qəfəs üsuluna görə həmin o şahzadələr saray hərəmxanasında yaşayır və mühafizə olunurdular. Növbəti sual açıq sualdır. Növbəti suala keçməmişdən qabaq sizdən kiçik bir xahişim var ki, kanala abunə olasınız, rəy bildirəsiniz, kanalın böyüməyində mənə dəstək olasınız. Sonuncu sualımız da belədir. 1684-cü ildə Osmanlıya qarşı müqəddəs ittifaq təşkil olundu. Hətta Səfəvi hökmdarı Süleymana da təklif göndərilsə də, o bunu qəbul etmədi. Biz buradan görürük ki, həm də artıq hansı müqavilə hələ də qüvvədə idi? Qəsri Şirin müqaviləsi. Uşaqlar, ümid edirəm ki, sualları başa düşdünüz. Nəsə sualınız olsa, rəylərdə yaza bilərsiniz.